Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bilin ki, hər birimizin öhdəsinə düşən vacib əməl, onun bacardığı qədər Allahdan qorxması, özünü hesaba çəkməsi, axirəti üçün nə hazırladığını və insanlara nə qədər fayda verdiyini düşünməsidir. Qoy bir düşünsün, Allah rizasını qazanmaq üçün insanlara nəsihət edirmi? Onları Allahın dininə dəvət edirmi? Onlara yaxşı işlər görməyi əmr edirmi? Onları pis əməllərdən çəkindirirmi? Öz nəfsinə qalib gələrək günah işlərdən uzaq dura bilirmi? Dediyi sözlə əməli düz gəlirmi? Elə isə qiyamət günü gəlməmişdən əvvəl özümüzü hesaba çəkməliyik. Uca Allah Əl-Həşr surəsinin 18-ci ayəsində belə buyurur. Yə əyyuhəl-ləzīnə əmənu ittəqullahə vəl-tənzur nəfsun mə qaddəmət liğadin vəttəqullah innəllahə xabirun bimə tə'məlun. Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs Allahın huzuruna hansı əməllərlə gedəcəyini düşünsün. Allahdan qorxun. Allah etdiyiniz əməllərdən xəbərdardır. Rəislər, müdürlər, tacirlər və digər iş adamları öz işçilərini hesaba çəkir. Ehtiyat edirlər ki, əgər işlərində naqislik olarsa, iflasa uğrayar. Uzun müddət qurduqları işləri alt-üst olar və ziyana uğrayarlar. Halbuki, axirətdə ziyana uğramamaq üçün gündəlik olaraq öz nəfsini hesaba çəkmək daha vacib və daha mühümdir. Odur ki, ey Allahın qulları, əməllərinizə diqqət yetirin. Baxın, görün, əbədi həyatınız üçün nə hazırlamısınız? Hansı əməllərlə Allahın huzuruna çıxacaqsınız? Əgər yaxşı əməl sahibisinizsə, buna görə Allaha gecə-gündüz şükr edin və həyatınızın sonuna dək bu yolda sabit qalmağı Allahdan diləyin. Yox, əgər günahkarsınızsa, dərhal tövbə edin, Allahdan bağışlanma diləyin və haqq yola qayıdın. Allah həqiqətən tövbə edənləri və pak olanları sevir.